Hər vaxtınız xeyir əziz dinləyicilər, Sehinpoda xoş gəlmisiniz. Salamlar hər kəsə. Bugün çox təsirli bir mövzunu müzakirə edəcəyik. Dr. Bruce D. Perry və Maya Salavitzin qələmə aldığı Köpək kimi büyütülmüş çocuk kitabı əsasında danışacağıq. Bəli, bu kitab erkən yaşlarda yaşanan travmaların uşaq beyninə və sonraki həyatına necə dərin təsir etdiyini deməli, real hekayələr üzərindən göstərir. Onu da qeyd edək ki, buradakı bütün hekayələr həqiqidir. Sadəcə insanların məxfiliyini qorumaq üçün bəzi, bilirsiniz, detallar dəyişdirilib. Məqsədimiz də elə budur ki, bu vacib mənbədən əldə etdiyimiz məlumatları, travmanın beyinə təsiri, uşaqların göstərdiyi o heyrətamiz dözümlülük və sağalmanın necə mümkün olduğunu sizinlə bölüşək. Gəlin elə başlayaq. Travma beyinə tam olaraq necə təsir edir? Yəni, ilk illərdə yaşananlar niyə bu qədər önəmlidir? Baxın, kitabın əsas vurğuladığı məqamlardan biri budur ki, erkən yaşda yaşanan travmatik hadisələr, bu ailə içi şiddət ola bilər, laqeydlik ola bilər, təcavüz ola bilər, beyin inkişafında, belə deyək, silinməz izlər buraxır. Silinməz izlər, bu çox güclü ifadədir. Bəli, çünki uşaq beyni hələ formalaşır, çox həssasdır. Yetkinlərdəki təsirdən qat-qat güclü olur bu. Məsələn, PTSD, yəni post-travmatik stres pozğunluğu. Əvvəllər elə bilinirdi ki, bu ancaq müharibədən qayıdan əskərlərdə olur. Hə, elə bilirdim mən də. Amma sonra araşdırmalar göstərdi ki, yox, təcavüz qurbanları, təbii fəlakətdən sağ çıxanlar, yəni fərqli travmalar yaşayan insanlarda da eyni simptomlar, o təkrarlanan qorxulu düşüncələr, yuxu problemləri, həddindən artıq narahatlıq, həyəcan, bunlar hamısı müşahidə olunur. Maraqlıdır, kitabda deyilir ki, stres həmişə də pis deyil. Yəni, müəyyən qədər stres hətta inkişaf üçün vacibdir. Onda problem nə vaxt başlayır? Hansı stres zərərlidir? Tamamilə doğru. Problem o zaman yaranır ki, stres davamlı olur, qəfil olur və uşaq nə vaxt gələcəyini bilmir, proqnozlaşdıra bilmir. Yəni, gözlənilməzlik. Bəli, məhz o davamlı qorxu ya da tam laqeydlik mühiti beynin stresə cavab mexanizmlərini, belə deyək, alt-üst edir. Bu da iki əsas nəticəyə gətirib çıxarır. Ya beyin həddindən artıq həssaslaşır, buna həssaslaşma deyirik. Necə yəni həssaslaşır? Yəni, ən kiçik bir səsə, hərəkətə belə çox kəskin reaksiya verir. Sanki siqnalizasiya sistemi xarab olub, hər şeyə həyəcan təbiri çalır. Ya da əksinə, beyin özünü qorumaq üçün hissizləşir. Buna da tolerantlıq deyirik. Hissizləşmə. Bu necə baş verir? Sistem sanki sönür. Davamlı stresə qarşı bir növ müdafiə mexanizmi kimi ətrafda baş verənlərə, hətta təhlükəyə belə reaksiya vermir. Beynin normal inkişafı üçün isə təhlükəsiz, təkrarlanan, nizamlı təcrübə naxışlarına ehtiyacı var. Travma isə bu naxışları pozur. Bu təsirləri real həyatda görmək üçün kitabda doğrudan da çox təsir edici hekayələr var. Məsələn, Tina, 7 yaşında bir qız. Onun hekayəsi travmanın insanın dünyanı, münasibətlərin necə fərqli qavramasına səbəb olduğunu göstərir. Bu, o yaddaş qəlibləri dediyimiz şeyə bağlıdır yəqin. Bəli, tamamilə. Travma sadəcə pis xatirələr deyil. O bizim dünyanı, insanları, münasibətləri necə başa düşdüyümüzü təhrif edən yaddaş qəlibləri yaradır. Yəni, yanlış şablonlar. Tinanın vəziyyətində cinsi istismara məruz qaldığı üçün onun beynində kişi fiquru birbaşa təhlükə ilə əlaqələnmişdi. Sevgi, qayğı kimi anlayışlar onun üçün istismarla eyni mənanı daşıyırdı. Beyni münasibətləri bu qəlibə görə, yəni yanlış yorumluyurdu. Çox ağırdı. Bəs Justin, o demək olar ki, heyvan kimi böyüdülmüşdü. Bəli, Justin'in hekayəsi ekstremal məhrumiyyətin nəticələrini göstərir. 5 ilini demək olar ki, sosial təcrid vəziyyətində heyvanlarla birgə qəfəsdə keçirmişdi. Nəticədə danışa bilmirdi, insan kimi davranmırdı, daha çox heyvani instinktlərlə hərəkət edirdi. Onun sağalması üçünsə ən təməl, ən ibtidai, amma təhlükəsiz və təkrarlanan təcrübələrə ehtiyac vardı. Nə kimi təcrübələr? Musiqi, ritm, yüngül toxunuşlar, təkrarlanan hərəkətlər. Beynin ən alt qatlarına təsir edəcək, ona nizamlılığı və təhlükəsizliyi yenidən öyrədəcək şeylər.
Bir də Leonun hekayəsi var. Kitab onu sosiopat kimi təqdim edir. Onun empatiya hissinin olmaması, asanlıqla yalan danışması, kitab bunu birbaşa onun pozulmuş stres sistemi ilə bağlayır. Bu necə olur? Stres sistemi ilə empatiya arasında nə əlaqə var? Çox maraqlı bir məqamdır. Baxın, normalda bir insan yalan danışanda və ya başqasının əziyyət çəkdiyini görəndə bədənində müəyyən fizioloji reaksiyalar olur. Ürək döyüntüsü artır, tərləmə olur, bir narahatlıq yaranır. Bu, stres sisteminin işə düşməsidir. Hə, başa düşdüm. Yalan detektorları da bu prinsipə əsaslanır da, elə deyilmi? Bəli, oxşar prinsipdir. Leon kimi uşaqlarda isə, yəni davamlı laqeydlik, qeyri-sabit mühitdə böyüyənlərdə, bu stres sistemi ya həddindən artıq aktiv olur, ya da Leonun vəziyyətində olduğu kimi tamamilə hissizləşir, yəni tolerant hala gəlir. Yəni, yalan danışanda heç nə hiss etmir? Bəli, onun üçün yalan danışmaq və ya başqasına zərər vermək heç bir fiziki narahatlıq, heç bir həyəcan yaratmır. Empatiya üçün lazım olan o daxili fizioloji reaksiya sönmüş kimidir. Connor'ın hekayəsi də fərqlidir. O da erkən laqeydlikdən əziyyət çəkmişdi. Sosial siqnalları, yəni insanların nə hiss etdiyini anlamaqda çətinlik çəkirdi. Onun da o təkrarlanan hərəkətləri var idi deyəsən. Yellənmək, mırıldanmaq. Bəli, o hərəkətlər əslində onun özünü sakitləşdirmə cəhdi idi. Beynin itirilmiş o ritmi, nizamlılığı bir şəkildə bərpa etməyə çalışması idi. Təsəvvür edin, beyin o qədər nizamsızlığa məruz qalıb ki, özü süni şəkildə ritim yaratmağa çalışır. Bütün bu həqiqətən ağır hekayələrə baxmayaraq, kitabın ən güclü mesajı məncə ümidlə bağlıdır. Yəni, bütün bunlardan sonra belə sağalmanın mümkün olduğunu deyir və ən təsirli müalicənin də çox vaxt heç gözləmədiyimiz yerlərdən gəldiyini vurğuluyor. Bəli, bəli. Bu çox vacibdir. Kitabın əsas mesajlarından biri budur ki, ən dərin, ən həqiqi sağalma təcrübələri çox vaxt o rəsmi kabinetlərdəki terapiya seanslarından kənarda baş verir. Necə yəni? Gündəlik həyatda qurulan sağlam, dəstəkləyici insan münasibətləri vasitəsilə bir müəllimin səbri, bir qonşunun qayğısı, qohumun dəstəyi, övladlığa götürən ailənin göstərdiyi o sabit sevgi, təhlükəsizlik hissi, bunlar möcüzələr yarada bilir. Deməli, əsas məsələ münasibətlərdir. Əsas məsələ odur ki, beyin plastikdir. Yəni dəyişməyə, yenidən formalaşmağa qadirdir. Doğru zamanda, doğru təcrübələr, xüsusilə də o bayaq dediyimiz ritim, nizamlılıq, təhlükəsiz toxunuş, qayğıkeş, etibarlı münasibətlər. Bunlar beyində yeni, sağlam əlaqələr, yeni yollar aça bilir. Bu sağlam bağlar sanki beyin üçün qoruyucu bir qalxan, bir örtük yaradır. Eyni zamanda kitab bəzi zərərli yanaşmaları da tənqid edir. Məsələn, o tutma terapiyası kimi uşağın iradəsini qıran, onu məcbur edən metodlar. Deyir ki, bu çox təhlükəlidir. Çünki travmanın özü elə kontrolsuzluq, gücsüzlük və təhlükə hissidir. Sağalma prosesi bunun tam əksini verməlidir. Təhlükəsizlik, proqnozlaşdırıla bilən bir mühit və uşağın öz vəziyyətinə müəyyən qədər nəzarət edə bildiyi hissini bərpa etməlidir. Uşağı yenidən travmaya məruz qoyan yox, onu gücləndirən təcrübələrə ehtiyac var. Deməli, ümumiləşdirsək, bu dərin müzakirədən çıxardığımız əsas nəticə nədir? Əsas nəticə budur ki, bəli, erkən uşaqlıq təcrübələri, xüsusilə travmalar, beynimizi və həyatımızı çox dərin şəkildə formalaşdırır. Amma hekayə orada bitmir. Qətiyyən bitmir. İnsan beyni, insan ruhu heyrətamiz dərəcədə dözümlüdür, elastikdir, dəyişməyə qadirdir. Sağalma mümkündür və bu sağalma yolunda ən güclü dərman, ən təsirli vasitə təhlükəsiz, nizamlı, qayğıkeş və sevgi dolu insan münasibətləridir. Bu, həqiqətən də ümidverici bir mesajdır və bu bizi son bir düşüncəyə gətirir. Elə deyilmi? Bəli. Beynin formalaşmasında erkən münasibətlərin bu qədər həlledici rol oynadığını artıq bilirik. Onda sual yaranır. Biz bir cəmiyyət olaraq bütün uşaqların sağlam inkişafı üçün lazım olan o təhlükəsiz, qayğıkeş, dəstəkləyici mühiti necə daha yaxşı təmin edə bilərik? Bu, həqiqətən də üzərində düşünməyə dəyər bir sualdır. Hər bir uşağın potensialını tam reallaşdırması üçün nə etməliyik? Bu mövzu ətrafında düşünmək, müzakirə etmək çox vacibdir. Tamamilə razıyam. Əla. Bugün çox dərin və faydalı bir söhbət oldu. Ümid edirik ki, siz dəyərli dinləyicilərimiz üçün də maraqlı və düşündürücü oldu. Ümid edirik.
Əgər bugünkü müzakirəmiz xoşunuza gəldisə və bu kimi mövzuların davamını istəyirsinizsə, o zaman Zehin Pod kanalımıza abunə olmağı, bu videonu bəyənməyi və fikirlərinizi şərhlərdə bizimlə bölüşməyi unutmayın. Gələn görüşlərədək. Sağ olun.